Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün kurikulum çərçivə sənədinə yeni əlavə olunmuş Carl Rogersin şəxsiyyət önümlü yanaşma nəzəriyyəsinə baxırıq və bu nəzəriyyə adından göründüyü kimidir. Kiçik bir ipucu vermək istəyirəm sizə ki, bu nəzəriyyədə biz baxanda ən çox variantlarda, testlərini işləyəndə, ən çox variantlarda şagirdlərə uyğun olanını götürürük. Yəni bütövlükdə prosesi şagirdlərə uyğun qurmağımız nəzərdə tutulur. İndi bu nəzəriyyədən ən sonda bizim testlərimiz var. Orada testlərin bəzi bir-ikisinin üzərində göstərəcəm ki, yəni testlərin də ancaq şagirdlərə uyğun götürülməsi, yəni bütövlükdə prosesin elə bil ki, ancaq şagirddə müsbət olacaq variantları seçirik. Deməli, bu şəxsiyyət önümlü yanaşma ümumiyyətlə baxın, necə deyirik? Şəxsiyyət önümlü yanaşmada biz şagirdi yalnız bilik daşıyıcısı kimi qəbul etmirik. Yəni şagird burada sadəcə bilik daşıyıcısı deyil. O öz emosiyalarını, ehtiyacları ilə birlikdə öyrənmənin tam mərkəzində dayanır. Yəni biz şagirdin emosiyalarını, ehtiyaclarını, öyrənmə tərzlərini, necə deyirdik fasilitator müəllim, necə deyirdik diferensial təlim, bax buradakı kimi o xüsusiyyətlərin hər birini nəzərə alınıb şagirdlərə uyğun qurulmasıdır. Və bu təlimin məqsədi odur ki, öyrənməni məcburi yox, daxili motivasiya əsasən quraq. Bu nə deməkdir? Yəni biz şagirdləri nə qədər məcbur etsək belə, əgər onların həqiqətən də oxumaq istəyi yoxdursa, oxumağa marağı yoxdursa, daxili motivasiyaları yoxdursa, bir müddətdən sonra onsuz da həvəsdən düşüb o prosesi icra etmək istəməyəcəklər. Düzdür, bəzən olur ki, hər hansısa bir müəllimin dediyi sözdən mi çəkinirik, yoxsa valideyn qorxusundan mı oxuyuruq? Əlbəttə ki, bunlar da keçərlidir. Amma ki, məsələn, adi o artıq uşaq müstəqil olan kimi, yəni 18 yaşına keçən kimi, 19-20, aha, neyniyəcək? Universitetdə oxumayacaq. Yəni kəsir-kəsirin üstünə onu məktəb vaxtı yenə məcburi şəkildə oxutmaq mümkündür, valideyn başının üstündə dayanacaq. Amma ki, sabah bu gün hal-hazırda ən aktual mövzulardandır. Rayonlardan uşaqlar gedir şəhərə və əlbəttə ki, bu rayondan bu 200 balla 300 balla universitetə qəbul olub, oxumaq da istəyi yox idi. Sadəcə indi məcburiyyətdən bunu kimsə məcbur eləyib, valideyn deyib, məsələn, sən o qədər pul tökmüşəm, oxuyub. Aha, gəlib indi burada əlbəttə ki, oxumayacaq. Yəni gözdən, nəzarətdən yayınandan sonra avtomatik şəkildə oxumayıb kəsir-kəsirin üstünə yığacaq. Ona görə də deyirik ki, şəxsiyyət önümlü yanaşmada əvvəlcə şagirdin daxili motivasiyası bizi inkişaf etdirməliyik. Onun daxili motivasiyası güclü olmalıdır. Həqiqətən də oxumağa marağı olmalıdır ki, prosesi düzgün şəkildə biz qura bilək. Və ona görə də deyirik ki, şagirdin öz potensialını aparan bir dəstək sistemi yaratmalıyıq. Yəni şagirdlərin potensialını nəzərə alıb oradan o istiqamətdən yön almaq lazımdır. Və dərs şəxsiyyətə toxunan olmalıdır, şəxsiyyəti inkişaf etdirən proses olmalıdır. Ümumiyyətlə müəllim yəni diqqətli olmalıdır ki, hər bir şagirdi bütöv bir şəxsiyyət kimi qəbul etməlidir. Və məsələn, adi biz deyirik ki, əgər müəllim tarixi mövzu danışıb, milli mənəvi dəyər aşılayıb o şagirdi bir şəxsiyyət kimi böyüdə bilmirsə, deməli, avtomatik tələblər keçmişdik biz sizlə ki, pedaqoji prosesin tamlığını pozulmuş sayılır. Yəni, birini edib, birini etməmiş sayılır. Və burada Carl Rogersə görə deyir ki, əsas ideyamız odur ki, şagird doğuşdan inkişafa meyilli olmalıdır. Yəni, bayaq da qeyd etdiyim kimi, hər bir şagird özündə o bacarığı hələ məktəbə gəlməmişdən inkişaf etdirməlidir və valideyn də bunun üzərində çalışmalıdır, müəllim də bunun üzərində çalışmalıdır, amma məcburi şəkildə əlbəttə ki, yox. Və bir məqamı yadda saxlayın, hər zaman bunu qeyd edirik ki, insan özünü təhlükəsiz hiss etdiyi mühitdə öyrənir. Yəni, müəllim şagirdi inkişaf etdirən mühit yaratmalıdır. Bu nə deməkdir? Yəni, biz deyirik ki, ümumiyyətlə mühit biz çox zaman müsbət bir hal kimi götürmürük də. Deyirik ki, mühit o qədər də təsir etmir şagirdlərə. Amma yadda qalsın, ümumiyyətlə bir insanın formalaşmasında da o biz keçmişdik şəxsiyyət önümlü yanaşma, Jung, ekstravert, introvert dərsində yadınıza gəlirsə psixoloji tiplərdə deyirdik ki, insanda bir şəxsiyyət kimi formalaşmasında mühitin də böyük rolu var, irsiyyətin də böyük rolu var, amma ən əsası biz mühiti götürürdük ki, insan mühit amili onun inkişafına böyük təsir göstərir. Burada deyirik ki, təhlükəsiz mühitdə. Yəni, biz özümüzü təhlükəsiz hiss etdiyimiz mühitdə daha yaxşı öyrənirik. Yəni, burada qorxu hissi olmamalıdır, səhv etməkdən şagird qorxmamalıdır. Müəllim şagirdi inkişaf etdirən mühit yaradır və şagird özü prosesə ümumilikdə maraq göstərməlidir. Və şagird artıq prosesə maraq göstərirsə, müəllimin burada funksiyası, vəzifəsi yalnız şagirdə yol göstərməkdir. Ümumiyyətlə, Rogersin yanaşmasında 3 əsas prinsip var. Şərtsiz qəbul nə deməkdir? Şərtsiz qəbul burada şagirdi şəxsiyyətini
olduğu kimi qəbul edib o formada davranmağımızda. Yəni biz şagirdləri hər hansı bir davranışını, onun xüsusiyyətlərini dəyişməyə çalışmamalıyıq. Yəni onsuz da biz onu heç bir şəxs şagirdi dəyişdirə bilmərik və biz əksinə çalışmalıyıq ki, həmin şagirdi olduğu kimi bir şəxsiyyət kimi qəbul edək, onun istiqamətlərini götürə bilək və necə bir şagird olmasını tam şəkildə şagirdimizi tanıyaq və ona artıq yol göstərənlik edək. Yəni şərtsiz qəbul etməkdə yəni şagird səhv etsə belə, şagird uğursuz olsa belə, şagird sabah gedib imtahana 100 baldan tutaq ki 30-40 bal yığsa belə, biz onu deyirik ki, yəni sənin nailiyyətin, sənin necə deyə bir sənin bir şəxsiyyət kimi heç bir təsiri yoxdur da, biz səni az bal yığsan belə, sən bizim məsələn sinifin bir üzvüsən, bizim qrupun bir üzvüsən. Sən bizim üçün dəyərlisən. Necə inklüziv təhsildə deyir ki, insanın dəyəri onun nailiyyət və qabiliyyətlərindən asılı olmamalıdır. Və buna görə də bu yanaşma ilə baxırıq ki, şagirdi nə qədər məsələn səhv etsə də, uğursuzluğa qapılsa da biz onu şəxsi şəkildə bir şəxsiyyət kimi qəbul etməliyik. Və burada çox maraqlı bir ifadə var. Bu fikri çox bəyəndim. Deyir şərtsiz münasibət, yəni şərtsiz qəbul demək deyil ki, hər şeyə icazə vermək. Əlbəttə ki, bu da qəbul olunmaz bir haldır ki, biz şagirdə bütövlükdə hər şeyə icazə vermirik əlbəttə. Ki, müəyyən məqamlarda onun şəxsiyyət kimi inkişafına təsir edəcək müsbət mənalı hər şeyə icazə verə bilərik. Ümumiyyətlə, məsələn, biz deyirik ki, şagirdə məcbur etdirmək sistemi və yaxud da nəsə adi şagirdə icazə veririk. Bəzən müəllimlər deyir ki, yaxşı, biz hər şeyi şagirdə uyğun götürsək, bəs onda necə olur proses? Şagird onda oxumur, öz başınalıq edir. Əlbəttə ki, bu da kurikulum təhsil sistemində qəbul olunmuş behaviorizm davranışına əsasən cəzalandırma metodlarımız da var ki, şagirdi müxtəlif yolla cəzalandırmalar da edə bilərik. Empatiya gəlir ikincisi. Empatiya şagirdin gözü ilə baxmaqdır məsələlərə. Yəni şagird müəllimin onu anladığını hiss etməlidir. Başa düşməlidir ki, müəllim onu anlayır, müəllim onu başa düşür. Və bu proses ümumiyyətlə elə qurmalıdır ki, müəyyən mövqedə şagirdlərdə biz prosesdə bütövlükdə arxayınlıq yaratmırıq əlbəttə ki. Yəni müəllim nüfuzunu da qorumalıdır. Amma məsələn, müəllim empatiya göstərə bilər, onun çətinlik çəkdiyi məqamlarda şagirdin gözü ilə baxa bilər ki, ola bilsin məsələn mənə asan gəlir, amma şagirdlərə çətin gələ bilər. Yəni bu kimi məsələlərin hamısı empatiyada yer alır. Yəni empatiya özümüzü başqasının yerinə qoymağı nəzərdə tutur və ən sonuncusu da dürüstlükdür. Yəni biz bunu həqiqilik də deyirik. Bu nə deməkdir bəs? Yəni müəllim ümumiyyətlə tam olaraq səmimi davranmağı bacarmalıdır. Ola bilsin ki, şagirdlərə əsəbidirsə, bunu gülərək yola versin və yaxud da hər hansısa bir problem başlayıbsa sinifdə bunu şagirdlərə hiss etdirmədən prosesin davam etdirməsi yanlış bir haldır. Yəni müəllim bunu əslində normal olaraq bildirməlidir şagirdlərə və onu məsələn hər hansı bir narahat edən məqam varsa şagirdlərlə bağlı bunu açıq şəkildə bildirməlidir. Yəni şagirdlərdən gizlətmək, şagirdlərə qarşı qeyri-səmimi davranmaq artıq bu şəxsiyyət yönümlü yanaşmanın tələblərini pozmuş sayılır. Ona görə də biz bir müəllim kimi həqiqətən də şagirdlərə səmimi olduğumuzu hiss etdirməliyik. Tədrisdə tətbiqində isə biz əsas diqqət edirəcəyik şagirdlərin motivasiya edilməsinə, şagirdlərin hər birini dinləmək və onların fikirlərinə hörmətlə yanaşmağa, hər bir şagirdi bütövlükdə bir şəxsiyyət kimi qəbul edib ona hörmət etmək və təhlükəsiz bir mühit yaratmaq. Məsələn, burada testlərə baxın. Deyir ki, bu heç bu rolunu soruşur bizdən. Deyir ki, məsələn, 2-də deyir, situasiya verib bizə şagird tapşırığı yerinə yetirə bilmədiyi üçün gərginləşir və mən bunu heç vaxt bacarmayacağım deyir. Yəni qapalı düşüncəli uşaqdır. Müəllimin hansı reaksiyasıdır şəxsiyyət yönümlü yanaşmaya nümunədir? Müəllim empatiya göstərməlidir. Deyir, dərslərinə daha çox vaxt ayırmalısan, yoxsa zəif qalacaqsan. Bu şagirdə empatiya etmir. Çünki empatiyada biz özümüzü başqasının yerinə qoymağa bacarırıq. Burada şagirdi biz yenə də qapalı düşüncəyə salırıq. Bu sadə tapşırıqdır, sən niyə edə bilmirsən? Bilirik ümumiyyətlə bu rəy ümumiyyətlə şagirdə deyilmir. C-ni saxlayırıq, deyir, D-dədir başqa şagirdlərə müraciət edirik. Bəlkə onlar sənə izah edər. Və əlbəttə ki, burada müəllim yol göstərənsə bunu niyə digər şagirdlərə biz yönləndiririk və digər şagirdlərin onu öyrətməsi həmin bu bilməyən şagirddə özgüvənsizlik yaradır. Sakit ol və diqqətini topla, yoxsa qiymətini aşağı düşəcək. Yenə də qapalı düşüncəyə salır, amma C-yə baxın, deyir, mən səni anlayıram. İlk dəfə çətin görünə bilər. Gəl bunu birlikdə addım-addım edək və burada müəllim artıq şagirdi anladığını nümayiş etdirir. Məsələn, dürüstlük var. Baxın, 3-ə baxın. Deyir ki, şagird çobulluq edəndə daxilən əsəbləşir, gülümsəyir. Əlbəttə ki, olmaz. Yəni bu cür davranmırıq. B-də saxlayırıq. Deyir, C-də deyir, şagirdi hamının qarşısında tənqid etmək. Ümumiyyətlə biz
deyirik ki, hamının qarşısında şagirdi tənqid, ümumiyyətlə iclasların keçirilməsində də hər hansısa bir şagirdə mənfi davranışı varsa, bunu digərlərinin yanında bildirmirik. Yerdə də deyir, mənfi emosiyaları idarə etmədən şagirdin üstünə qışqırmaq, bilirsiniz ki, yanlışdır. Şagirdə münasibətdə saxta olmaq, bu da yanlışdır, amma B-yə baxın, deyir, şagirdin hərəkətindən narahat olduğunu peşəkar və hörmətli şəkildə ifadə etmək. Biz şagirdə əgər hər hansısa bir bizi narahat edən məqam varsa, bunu açıq şəkildə bildirməliyik.